Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Tənişlər sistemi 3-cü bölməni izah edəcəm. Deməli, burada x, y hasilini soruşur. Birinci verilən ifadəni tənliyi orta məxrəcə gətirək. X, y orta məxrəc y plus x bərabərdir 8-də 3-ə. Fikir verin, bizə x plus y 12 verməyib mi? Verib də aşağıda. 12 bölü x, y bərabərdir 8-də 3-ə. Baxın, çarpaz vuraq. 3x, y bərabərdir 96'ya, x, y bərabərdir 32'ye olmuş olacaq. Üçüncündə bizə nə istəyir? X vurulsun. Deməli, biz burada tərəf-tərəfə toplayaq. X'in kvadratı plus 2x bərabərdir 0'a. Y-lər gedirmi? Gedir. Mənfi 2 incəmiz 0 verir. Elə bu deməkdir. Eyni şeydir də. Çünki bu x çölə çıxarsaq x plus 2 verəcəkdir. Deməli, cavab elə nəymiş? 0'miş. Cavab A variantı vermiş olacaq. 5-ci sualda yine de tərəf-tərəfə toplasaq, elə x, y bərabərdir 1 olur, olmur. Tərəf-tərəfə toplasaq, y-lərdə gedir əksərlərdir. X-lərdə gedir. Bizdən də x, y soruşur, cavabda 1 vermiş olacaq. Burada y-in kvadratını istəyir bizə. Tamam, istəsin. X plus y-imizi 3 verib. Aşağıda mən belə bir şey yaratmaq istəyirəm. Bax, əsas o deyil, bunları görməkdir. 2y-in kvadratını mən belə yazmaq istəyirəm, icazə versəniz. Bərabərdir 18'ə. Bu 3'ü var ha. Bu x plus y'in kvadratının açılışı değil mi? Bəli. Üstəgəl y'in kvadratı bərabərdir 18'ə. X plus y bizə neçə verib? 3. Kvadratı nə verəcək? Kvadratda axı 9 bərabərdir 18 ilə y'in kvadratını soruşur. Cavab 9. C variantı. Buradan x, y soruşur. Biz köməkçi müxtəsər vurma düsturunu bilirik mi? Bəli, bilirik. 9-cu sualda x'in kvadratı plus y'in kvadratını 20 verib. Mən onu bu formada yaza bilərəmmi? Köməkçi müxtəsər vurma düsturuna istifadə edib çıx 2xy bərabərdir 20 yaza bilərəmmi? Bəli. Ya da ki yox. Bunu bizə minusun verib. X minus y də verdiyi üçün bunu x minus y eləyək. X minus y plus 2xy yazıram. Eyni şeydirmi? Bəli, eyni şeydir əslində. Niyə görə belə yazdım? Çünki mənə x minus y verib, 6 verib. Bunun yerine 6 yazsaq 36 plus 2xy bərabərdir 20'ye. Buradan xy bərabərdir mənfi 8'ə. Tutardı getdi, cavab B variantı. 11-ci sualda x'i soruşur. Tamam olsun. Deməli, x'i çölə çıxardaq. Birinci tənlikdən x plus 4y bərabərdir 18'ə. X plus 4y bizə nə verib onsuzda? 3 verməyim aşağı tənlikdə. Bəli. 3x bərabərdir 18'ə. X də bərabərdir 6'ya. Bax, ancaq əvəz etmədən istifadə edirik, fikir verir sizə. Sonra 13-cü sualda 11'ə baxdıq, düzdür? Bəli. 13-cü suala baxırıq. 13-cü sualda 3x vurulsun 2y. Bax, olduğu kimi də yazırım. Bax, belə də orta məxrəcimiz burada, düzdür? Birincinə böləndə 2y qalır. Üstünə gəlsin 3x bərabərdir 4'ə. Fikir versəniz, aşağıda 3x-dən 2y-in cəmini bizə nə verib? 1 vermir mi? Verib. 1 bölünsün 6xy. Bunu bir-birinə vurdum. Bərabərdir y-ə. Y-ə niyə üzr istəyirəm? Y nədir? 4'ə. 4'ə. Buradan da çarpaz vursaq 24xy bərabərdir 1'ə. Xy də bərabərdir 24'də 1'ə. Qutardı getdi. Cavab C variantı. 15-ci suala baxaq. Tənzilər sistemini həll edin. Müəllim, gəl köməkçi müxtəsərdən istifadə edək və yaxud da ki belə də yaza bilər ya biz bunu. Deməli, x bərabərdir. İkinci tənlikdən 3 minus y yazaram. Aparıb 1'də harda x var, yerinə 3 minus y yazaram. 3 minus y'in kvadratı plus y'in kvadratı bərabərdir 89'a. 9 çıxılsın 6y plus y'in kvadratı plus y'in kvadratı bərabərdir 89. Əvəz elədim ha. İkinci tənliyi əvəz edib birincini yerinə yazdım. Olur 2y'in kvadratı çıxılsın 6y çıx 80 bərabərdir 0'a. 9'dan nə çıxdım? 89'dan 9 çıxdım. Bu tərəfdən də mənfi oldu. Hər tərəfini 2'yə bölək. 3y çıxılsın 40 bərabərdir 0'a. Bu 8 və mənfi 5 deyilmi? Cəmi 3 hasili mənfi 40. Bəli. Deməli, y-imizi 8'də mənfi 5 tapdıq. Müəllim, elə bil y1'i 8 tapdıq. Y2'ni də mənfi 5 tapdıq. Aparıb bir yerinə qoyuram. x1 bərabər. 3'dən 8 çıxanda mənfi 5. Bax, deməli, x'imiz mənfi 5 olanda y-imiz oldu 8. Çünki 8 qoyanda mənfi 5 aldıq. Və y-in yerinə mənfi 5 qoyaq. 3'dən mənfi 5 çıxanı nə alacaq? 8 alacaq. X'imiz 8 olanda y-imiz də mənfi 5. Bax, belə cavab olmalıdır bizdə. Mənfi 5. 8. Mənfi 8, 8 mənfi 5.
Cevap E variantı. 8 mənfi 5 cevap E variantı olmuş olacaq. Qutar getdi. 17-ci sualda x, y ortaq məxrəc. Y çıx x bərabərdir 3,5-ə. Bax, diqqətli olun ha. X, y bizə 2 verməyib, verib. Bölünsün 2 bərabərdir 3,5-ə. Müəllim, nəyi 2-yə böləndə 3,5 alırıq? 7-ni. Deməli 7 imiş. Amma bizdə nəyi soruşur? X minus y soruşur. Deməli bunu nəyin götürəcək? Əksini. Bax bizdən y minus x 7 isə x minus y mənfi 7 olacaq. Cavab A variantı olmuş olacaq. Sonra nə edirəm? 19-cu sualda 2 çölə çıxardıb x minus y yazıram. Bərabərdir 0-a. Müəllim x minus y onsuz da 3 verib də. 3 veribsə 3 bərabərdir 0-a. Bax x minus y-ni 3 yazdı. Onda elə x-imiz öz 0-mış da, düzdür? X-imiz 0-dırsa onda y-imizdə mənfi 3 olar. Niyə müəllim? İkinci tənliyə baxın. 0-dan nə çıxanda 3 qalır? Mənfi 3 çıxanda 3 qalardı əlbəttə ki. Bəli, kvadratları fərqini istəyir. 0-ın kvadratı çıxılsın mənfi 3-ün kvadratı. Bu da olur 0 çıxılsın 9 bərabərdir mənfi 9. B variantı olmuş olacaq. 21-ci sualda yenə də x, y hasilini soruşur. Hə, bu daha asaddır. Köməkçi müxtərdən mən yuxarıdakı tənliyi belə yaza bilərəm 21-ci sualda. Plus 2xy bərabərdir 65-ə. X minus y 3 verib 9 plus 2xy bərabərdir 65-ə. 2xy bərabərdir 65-dən 9 çıxanda 56-ya, xy bərabərdir 28-ə. Cavab B variantı. 23-cü sualda y-in yerinə x minus 1 qoyuram. Bax. Sırf əməlli başda əvəz eləyiblər də. 23-cü sualda aparıb y-in yerinə x minus 1 qoyuram. Bərabərdir 6-ya. X-in kvadratı plus 2x çıx 2 çıx 6 bərabərdir 0-a. Görək səhv yazmadıq ki biz bunu. Yox, düz yazdıq. X-in kvadratı plus 2x çıx 8 bərabərdir 0-a. Mənfi 4 və 2. İnşallah bu köşkləri artıq necə deyim, təcrübənizi artırın, rahat tapın. Mənfi 4-dən 2-dir. X1 tapdıq. Mənfi 4 və 2 olan, əslində cavablar belə axtarmalıyıq. X-i mənfi 4-dən 2 olan cavablar olmalıdır da. Cavab çox C variantı olacaq. Başqa yerdə X-i mənfi 4 və 2 olanlar yoxdur. Olsun. Y1-i tapmaq üçün ikinci tənlikdə X-i yerinə mənfi 4 qoyun uşaqlar. X-i yerinə mənfi 4 qoyanda mənfi 4 çıx 1 mənfi 5. X-i 2 qoyanda da 2-dən də 1 çıxanda Y-i 1 tapırıq. Gördünüz? Mənfi 4 ilə mənfi 5, 2 ilə 1 cavab ilə C variantı olmuş olacaq. Bu testin sayı çoxdur deyəsən. Maşallah. Biz hara baxdıq? Hara qədər gəldik biz? Deməli 23-ə baxdıq. Sonra gəldik 25-ci suala. X-in kvadratı plus y-in kvadratı olsun. İkinci tənlidən x, y sonra çıxardım. X minus y bərabərdir 20 yazırıq. X minus y olsa 4 verib də. Onda x, y-imiz nəyə bərabərdir? 5-ə. Bax, bunu 4 verib də onsuz da. Sonra x kvadratı plus y kvadratı. Müəllim, bunu da x kvadratı plus y kvadratı istəyir bizdən. Bunu biz belə yaza bilərik. Əlbəttə ki, yaza bilərik. X minus y olsa 4 verib. 4-ün kvadratı 16. X, y də 5 verib. 2 vur 5, 10. Cavab da 26. E variantı. 27-ci sualda təhlillər sistemindən x, y hasilini tapın deyir. Müəllim, birincisini mən belə parçalaya bilərəm. A minus b plus b kimi x minus 2y, x plus 2y deyə parçalaya bilərəmmi? Bəli. X minus 2y 7 verib. Onda x plus 2y'imiz nə verəcək? Mənfi 35'i 7'ye bölündə mənfi 5 alırıq, almırıq? 100% alırıq. Bir də gedirik, bir də tənlik yazırıq. Aşağıdakı tənlik x minus 2y bərabərdir 7'ni bir də yazırıq. Buradan 2x bərabərdir. Bunlar getsin deyə 2'yə x bərabərdir 1'ə tərəf-tərəfə topladıq. X'i 1 aldıq, yaxşı elədik. X'imiz 1'dirsə, aparıb keçmək istədik. İstəyirsən burada, istəyirsən ikincində heç fərqi yoxdur. X'ini 1 yazırsan, lap birincisini yazaq. 1 plus 2y bərabərdir mənfi 5'ə. Bir dəfəni yazaq, irvədir mənfi 3'ə. Deməli, belə oldu. Mənfi 3'ə, yox. Mənfi 3'ə, bəli, düz yazılır. Mənfi 3'ə bərabərdir. Deməli, x'i hansına şur. Biri də mənfi 3'ə vuranda cavab mənfi 3 A variantı. Sonra burada, baxın. Nə edirik burada? Heç nə, yenə də əvəz eləyim. Məncə əvəz eləsə, yəni yox istəyir odur. Burada belə yazaq. Birinci tənlikdən y-i tapaq. Y bərabərdir x minus 5 yapaq. Birinci tənlikdən y-i tapdım. Apardım. İkinci tənlikdə 3 vurulsun. Y-yenə x minus 5 yazırıq. Bərabərdir mənfi 5. X kvadratı plus 3x çıx 15. Sağ tərəflə atıram bu tərəfə plus 5 bərabərdir 0'a. X kvadratı plus 3x çıx 10 bərabərdir 0'a.
Mənfi 5 və 2 olur da, düzdür? Bəli. X1'imizi tapdıq, X2'mizi tapdıq. Apar bir yerinə qoyuruq. Bax, Y1'imiz olacaq. Mənfi 5'dən 5 çıxanda mənfi 10. Y2'miz də olacaq. 2'dən 5 çıxanda mənfi 3. Qutar getdi. Bizə nə istəyir? X1 vur X2. Bunu buna vuranda mənfi 10. Üstünə gəl. Bunu buna vuranda Y1 vur Y2 30. Cəmdə nə verəcək? 20 A variantı. Qutar getdi. 31-ci sualda. 31-ci sualda x, y ortaq məxrəc. X'in kvadratı plus y'in kvadratı bərabərdir 2. Ha olsun da sonra nə edəcək? Bax, bax. Yuxarını köməkçi müxtəsar düsturu ilə x plus y'in kvadratı çıx 2x y parçalayır. Müəllim, niyə x plus y'in kvadratı? Çünki x plus y verib özü. 4 kimi veribdir. Bölünsün x, y bərabərdir 2-yə. Buradan x plus y'in yerinə aparıb 4 yazıram. Olur 16 çıxılsın 2x y bərabərdir. Çarpaz bunu buna vururam. 2x y'ə bir dəfə nə yazıram? X y bərabərdir 4-ə. Yəni vaxt çox yeməsin deyə. 33-cü sualda da səhvimsə elə burada da eyni şey ola bilərmi? Çox güman ki eyni şey olacaq. Gəl belə başlayaq onda. Çıx x y, çıx y'in kvadratı 2-ci çıxarsaq, məncə olacaq elə. Bu 3x y'yi belə parçalayaqmı görək? Parçalamaq mı yaxşıdır, yoxsa kvadrata üstəsə bir sərf eləməz. Bəlkə biz bunu 2x y çıx x y kimi yazaq. Deyəsən belə olacaq. Baba. Çıx x y 3x y'yi parçaladım. Plus y'in kvadratı bərabərdir 21'ə. Bundan 2 çölə çıxardıram. 2x çıx y. Bundan y'yi çölə çıxardıram. 2x çıx y olacaq. Çünki qabaqda çıxma şansı var deyə. Bərabərdir 21. Müəllim, ortaq vurğumuz 2x minus y. X minus y qalanlardır. Bərabərdir 21'ə. 2x minus y 7 verib. Onda x minus y'imiz 3 olar olmaz. Özləri verib. 2x minus y 7 veribdir. Onda x minus y'imiz 3'dür. Qəşəng. Və bir də ikinci tənli bir də yazıram. 2x çıx y bərabərdir 7'ni bir də yazıram ki, mən rahatçılığından x y tapa bilim də. Tərəf-tərəfə aşağıdan yuxarı çıxıram. Olur x bərabərdir 4'ə, y'lər girəcək çıxanda y'lər girəcək. X'imiz 4'cə, y'imiz də 1 olar. Elə bu tənliyi yerinə qoysaq, 4'dən nə çıxanda şey qalır? 3 qalır. 1 cavab 4 ilə 1'in də hasilini soruşur. Cavab 4 D variantı. 35-ci sualda gedək görə biz burada nə istəyir? Deməli, biz burada nə edə bilərik? Bu halda deməli mən burada nə edirəm? X plus y'in kvadratını yazıram. X plus y'in kvadratı çıx 2x y bərabərdir 5x çıxılsın 2x y'ə. Burada da olur belə. 100 onun kvadratı. Bunu yerinə 10 qoydum. 100 çıxılsın 2x y bərabərdir 5x çıxılsın 2x y'ə. Burada da olacaq belə. Bunlar gedir də səhv eləməsəm, düzdür? Bunlar gedəcəklər. X'imiz olur 20. X'imiz 20 isə y'imiz 100% mənfi 10. Müəllim, hardan bildim bunu? 20 üstənəcən də 10 verir. Mənfi 10 gələndə. Bunu göydə tutmaq lazımdır. Hasilini soruşur. Mənfi 200 cavab E variantı. Məncə bu da eyni sual deyil. Buna baxın. Ya eyni sual deyil. X plus y'in kvadratı çıx 2x y. Gözləyin. Bərabərdir 29 plus 2x y'ə. Bunu yerinə 5 yazanda 25 çıx 2x y bərabərdir 29 plus 2x y'ə. Olur 4x y bərabərdir mənfi 4'ə. X y bərabərdir mənfi 1'ə. Eyni tip misalıdır. 39-cu sualda burada da məncə nəsə eləməliyik. Nə eləməliyik? Gəl biraz parçalama işinə baxaq. Deməli, mən belə parçalamaq istəyirəm. Əgər alınsa. Y minus 2x y. 3x y'yi parçaladım. Plus x'in kvadratı. Minus x y. Minus x mi plus y. 9'da attım o tərəfə. 3x y'yi bundan bu kimi yazdım. Tamam mı? 9'da attım o tərəfə. Uşaqlar, bu var ya, bu 3'ü var ya. Bu 3'ün nəyin açılışıdır? Y minus x'in kvadratının açılışı. Çıxılsın x y. Və bunu da mötərizədə yazsam x minus y deyə parçalaya bilərəmmi? 100% parçalaya bilərəm. Müəllim, y minus x yoxsa 2 verib də 2'nin kvadratı nə verəcək? 4. 4 çıx x y çıx 2 bərabərdir mənfi 9'a yerinə 2 qoydum x. Gözləyin. Gözləyin. Bu x minus y-dir. Onda mən bunu nə kimi yaza bilərəm?
Mənfi 2 kimi yazım. Onda x minus y'imiz olacaq. Bura bax. Y minus x'i 2 veribsə, x minus y'imiz nə verəcək? Mənfi 2 verməyəcəkmi? Bəli. Onda bu mənfi 2-dirsə, bu da mənfi müsbət 2 olacaqdır əlbəttə ki. 6 çıx x y bərabərdir mənfi 9-a. Mənfi x y bərabərdir mənfi 15'e. X y də bərabərdir 15'e. Cavab E variantı olmuş olacaq. 41-ci sualda bize deyir ki, nə deyir bizə? X1, X2. Hə, deməli 100 sayı burada, deməli 4 dənə köşümüz olacaqdı. X1 edə bil, 2 dənə X-lər, 2 dənə Y-lər. Nə edə bilərik? Görək elə nə edə bilərik? Tərəf tərəfə vursaq, X-ləri yox eləsək ya da əvəz eləsək. Məcburən məncə əvəz eləyəcəyik, çox güman ki. Nəysə, birincisini 3'ə vuraq. 6x plus 9y bərabərdir 18'e. İkincisine 2'ye vuraq. 6x plus 10y bərabərdir 22. Tərəf tərəfə toplayaq da görə bizə nə verəcək də bu. Tərəf tərəfə toplayanda bunlar gedir. 3xy plus 19y bərabərdir 40'a. Bu bize bir şey verəcək mi? İnanmıram bir şey verir. Çünkü aşağıda iştenli 1 de yazsaq 3x plus 19 bərabərdir 40'a. 3x de 11 çıx 5 y ile bərabərdir. Demək buna etiraz yoxdur. Heç bunu yazmayaq. Bunu yazmayaq. Bunun əvəzində bir nə edəyək? Bunun əvəzində ikinci tənlikdən 6x tapaq bəlkə aparıb əvəzi ilə 22 çıx 10 y yazaq. Evet, burada yerine yazacağıq 22 çıxısını 10 y yazacağıq. Amma bir şərtlə ki, bunun hər tərəfini 2'ye bölsək 3x nəyə bərabər olacaq? 11 çıx 5 y. Aparıb burada 3x'in yerine yazacağıq. Hamısını y yetirmək istəyirəm. 11 çıx 5 y vur y çıxılsın. 6x yerine yazıram 22 plus 10 y olacaq çıxma olduğuna görə. Üstə 9 y bərabərdir 18'e. 11 y çıx 5 y'in kvadratı çıx 22 üstə 19 y bərabərdir 18'e. Deməli, mənfi 5 y'in kvadratı üstə 30 y çıxılsın 40 bərabərdir 0. Hər tərəfi mənfi 5'ə böləndə çıx 6 y üstə 8 bərabərdir 0. 4-dən 2'də bu y1 4'ə, y2 də 2'yə bərabərdir. Əvəz elədiyimiz yerdə apar belə burada yerinə yazaq. Məsələn, x1'i tapacağıq. Daha doğrusu 3x1 bərabərdir 11 çıxılsın 20 mənfi 9 x1 olacaq mənfi 3 3x2 bərabərdir bir dəfə də 2 yazanda 1 alacaq x alacaq x2 alacaq 3'də 1 İnşallah bu səfə hesabını aparmadıq və burada da x1 x2 olacaq mənfi 3 3'də 1'ə vuracaq mənfi 1 çıxılsın y1'i y2'ye vuranda da 8 cavab mənfi 9 D vardı. Qəşəng sualdır bu. 43-cü suala baxaq. Görə bizə burada 43 dənə deyir. Bax, x y soruşur, ha, modulu soruşur. Bax, diqqətli olaq. Görə nə edə bilərik? Deməli, ikinci tənlikdən x sola çıxardıram x plus 2, ilk ikisindən 2 y. Sonra buradan da 3 sola çıxardıram x plus 2 y yazıram. Bərabər eləyirəm 0'a. Bizə bu sərf elədim görüm. Elədim, eləyəcək inşallah. Bax, bu da x plus 2y ortaq vuruq. X minus 3 bərabərdir 0'a. Bütün verdiniz. 2 ifadənin hasili 0'a bərabərdirsə, deməli tək-tək 0'a bərabər eləyir. X'imizi aldıq 3. Bir də x plus 2y 0'a bərabərdir. X də bərabərdir mənfi 2y. Yazdıq mı? Yazdıq. X'i 3 aldıq. X'imiz 3'dürsə, X'imiz 3'dür, y'imiz 4 olur onda. X'imiz 3 olanda. Deməli bizə böyük qiymətini istəyir. X'imiz 3, y'imiz 4 olsa, bax bu ödəmir. Çünki ikincində ödəməyəcək. Görək bunun başqa yolu varmı eləməyə. Deməli x, y'in böyük qiymətini tapın deyir. Çünki bu yolda x'imiz 3, y'imiz 4 olur. Birinci tənlikdə yerinə qoyanda o da bizə ödəmir axı. Ödəməyəcək. Başqa yol fikirləşək. Başqa yolumuz nədən ibarət ola bilər? Deməli əvəz eləyək də onda. Onda əvəz eləyək də biz x bərabərdir 7 çıx y yazaq, aparaq. X harda x var? Yerinə 7
çıx y'in kvadratı plus 2y vurulsun 7 çıx y çıx 3 vurulsun 7 çıx y çıx 6y bərabərdir 0. 49 çıxılsın 14y açıram plus y'in kvadratı çıx 14y yok plus 14y çıx 2y'in kvadratı minus 21 minus 3y plus 3y çıx 6y bərabərdir 0. Deməli 14y'lər gedir. Mənfi y'in kvadratı minus 3y plus 28 bərabərdir 0. Bunu da hər tərəfi mənfiyə vursaq çıx 28 bərabərdir 0-a. Mənfi 7 və 4 aldım y'ləri. Y1, Y2. Heç nə bir yerinə qoysaq x1'imiz olacaq. 7'dən mənfi 7 çıxanda 14. Deməli bu y1'imizdir. Bərabərdir. x1'imiz olacaq 14. Bu y2'mizdir. Y2'miz x2'miz olacaq 3'ə. Bu düz almışdır. X2'miz də 3 olacaq. Y-yə 7 qoyanda, 4 qoyanda. Amma bizdən böyük qiyməti soruşduğu üçün bunu buna vuracağıq. Bunu buna vuranda 12 eləyir. Amma bunu buna vuranda mənfi 98 modul da istədiyi üçün 98 olacaq. Qəşəng sualdır. 45. Tamam biz x minus y, x plus y deyə birincisini parçalayaq. Həmin dəqiqə görən kimi. X minus y 2 veribsə x plus y'imiz nəyə bərabərdir? 4'ə bərabər deyilmi? 2'yə böldük elə bil. X minus y'imiz də 2 vermişdi. Özləri vermişdi misalda. X'imiz 3, tərəf-tərəfə toplasaq. Y'imiz də 1 verirmi? Bəli, verir. 3-dən 1 aldım. İndi üstü 4'lər isə cavab 82 olur da baxan kimi. 3 üstü 4, üstə 1 üstü 4. 82 verir, vermir? Verir. Bu da belə. 47-ci sualda baxın. Deməli biz qəşəng bunu parçalayaq. X plus 3 ikisinin yerinə, yox, ikisinin yerinə yazılmalı, gözünüzə. Bizdən nə istəyir? 4xy belə yazıram. Plus 2xy plus y'in kvadratı plus 2xy deyə parçaladım 4xy. X plus y'in yerinə gətirib 2 yazıram. Və 8'in yanına atanda 6 olur, olmur? 8'dən 2 çıxanda. Olur. Müəllim bu üçünün yerinə yazaq, bu üçünün yerinə yazaq. X plus y'in kvadratı qəşəng plus 2xy bərabərdir 6'ya. X plus y 2'dir. 4 plus 2xy bərabərdir 6'ya. Buradan da 2x, x'yi də 1'ə. Doğru getdi. 49-cu sualda. Eyni sualdır mı? Məncə eyni sualdır. Və bunu biz belə yazaq. X minus y'in kvadratı sol tərəfi, birincinin sol tərəfini plus 2xy bərabərdir 2xy plus 3x'ə qəşəng yazdıq. Bunlar getdilər. 36 bərabərdir 3x'ə, x də bərabərdir 12'yə. Baxın, x 12-dirsə, ikinci tənəyi də yerinə qoyaq. 12'dən nə çıxanda 6 qalır? 6 çıxanda. Bizə nə hasilini soruşur? Nə verəcək? 72. Bitdi, getdi. Sonra biz nə deyirik? 51'də baxan kimi y fərqlidir, mənfi 2 yazmalıyıq. Çünki məxrəc heç zaman 0 verə bilmir. Bu getdi. Y-i mənfi 2 tapandan sonra deyirik ki, mənfi 2 fərqi tapırım. Sonra gedək biz nəsə bir iş çevirək. Məsələn, birinci ifadənin 0 olması üçün ancaq sürət 0 ola bilər də, düzdür. Buradan da x minus y'imiz nəyə bərabərdir? 3'ə. Tapdıq ki, x minus y'imiz 3'dür. Qəşəng. Gedirik ikinci tənlikdə biz qəşəng biz bunu çevirək. Görək necə çevirə bilərik. Məncə belə eləyə bilərik. Deməli, x-in kvadratı çıx 2xy bu tərəfə yataq. 2y'in kvadratını da belə yazmaq istəyirəm, icazə verirsinizsə. Bax, belə yazıram. Bu üçü x minus y'in kvadratıdır. Plus y'in kvadratı bərabərdir 13'ə. X minus y olsa 3 almışdıq. 9 üstə y'in kvadratı bərabərdir 13'ə. Y'in kvadratı bərabərdir 4'ə. Y'in kvadratı 4'ə bərabərdir uşaqlar. Biz nə edirik? Onda y də bərabərdir 2 də ola bilər. Mənfi 2 də ola bilər. Amma mənfi 2 olmur. Çünki məxrəc 0'a çevirirdi. Onda y'imiz 2'dir. Y'imiz 2'dir. X'imiz də nə almışdıq? X'i almamışdıq ki, yox. Biz x minus y 3 almışdıq bayaqları. Y'imiz 2'dirsə, nədən 2 çıxanda 3 qalır? 5'dən. X'imiz də 5'dir. Hasili nə verəcək? 10. Qutardı, getdi. 53-cü suala baxaq. 100% əvəz etmə olacaq burada. 100% əvəz etmədir. Üçün də birinci tənlikdən y bərabərdir 5 çıx 6x yazıram. Aparıb ikinci tənlikdə harda y var yerinə 5 minus 6x yazırıq. Minus 3 vurulsun 5 çıx 6x
üzerine x çıx 3 bərabərdir 0'a. 5x çıxılsın 6x'in kvadratı çıx 15 plus 18x plus x çıx 3 bərabərdir 0'a. Mənfi 6x'in kvadratı plus deməli 19 24x. Deməli bunu yazdıq, bunu yazdıq, bunu yazdıq, bunu yazdıq. Çıx 18 bərabərdir 0'a. Hər tərəfi mənfi 6'ya bölürəm. Plus 3 bərabərdir 0'a. 3 və 1. x1'i 3 aldıq. x2'ni də 1 aldıq. O polip y1 tapanda x'ini 3 yazanda 18 mənfi 13. y2'miz olacaq. x'ini 1 yazanda mənfi 1. Bizə nə istəyir? x1, x2. x1, x2 3'dür. Bu da 13'dür. Cəmi nə verəcək? 16. 55'e də baxaq. Buna qışa sonlar deyir. Deməli, nə inir? Bəlkə açaq bunu. Açanda biz bunu ala bilərikmi? Açanda ala bilərikmi? Məncə açmağa ehtiyac yoxdur. Bəlkə də bunu belə yazaq. 4y plus 3'ün kvadratı bərabərdir. Sağ tərəfimiz 4x minus 1'in kvadratına bərabər deyilmi? 100%. Onda mən bunu belə yazmaq istəyirəm. Bu qüvvətləri tulladım. Onda elə 4y plus 3 də 4x minus 1'ə nədir? Bərabərdir, düzdür? Və onda olacaq belə. 4y çıx 4x bərabərdir. Mənfi 1'dən 3 çıxanda mənfi 4'ə. Onda y çıx 3 də y çıx x də bölür mənfi 1'ə. Və aşağıda da y plus x'i bizə nə verib? 3 verməyim 55'də. Bəli verib. 2y bərabərdir 2'yə. Y bərabərdir 1'ə. Tərəf-tərəfə topladım ona görə. Y'imiz 1'dirsə, 1 üstəne gələndə 3 verir. 2 gələndə də. X'imiz də 2 olur da. O payı yerine qoyuruq. 2 plus 2y. 2y deyəndə bax burada x plus 2y istəmir bizdən. Bərabərdir 4'ə. Bitdi getdi. Sonra bu bölümə böyüdümü? Yox, elə böyüdü ilə bunu da həll edək. Deməli 4-cü bölmənin izahını verim elə test-test. Hər iki tənli 2 dərəcəli və daha yüksək dərəcəli olanlar. Deməli ne edirik biz? Birinci tənliyi 2'ye yox, birinci tənliyi qalsın yerində. Baxın görün sizə nə deyəcəm. İkinci tənliyi hər tərəfini 2'ye vururam. 2'ye vuranda 6 ilə ixtisar gedir. 2'ye vuranda 20 böl B olur. 2'ye vuranda mənfi 4. Tərəf-tərəfə çıxıram. Elə yuxarıdan aşağı, aşağıdan yuxarı çıxaq. Aşağıdan yuxarı çıxıram. Bunlar getdilər. 20 böl B'dən mənfi 4 B'nin çıxanda müsbət olacaq 24 böl B. Mənfi 4'dən 2 çıxanda mənfi 6'ya. 24'ü nəyə böləndə mənfi 6 verir? Mənfi 4'ə. B'miz oldu mənfi 4. B mənfi 4 deyil. Aparaq. Birini səndə yerinə qoyaq. Mənfi 4 qoyanda plus 1 olacaq. 4'ü mənfi 4'ə böləndə bərabərdir 2'yə. A bölü 3 bərabərdir. 2'dən 1 çıxanda 1'ə. A da bərabərdir 3'ə. Və hasil nə verəcək? Mənfi 12 E variantı. Üçüncü sualda. Buradan x, y ortaq məxrəc. X'in kvadratı plus y'in kvadratı da bərabərdir. 34 bölünsün 15'ə. X'in kvadratı plus y'in kvadratı onsuz da 34 verib də. Bura 34'dür, burada 34'dür. Ha, məntiq ilə bax sola. 34 34'ə bərabərdirsə, deməli x, y'imizdə 15 olardı. Əlbəttə ki, cavab D variantı. 5-ci sualda ikinci tənlikdən x, y'yi çölə çıxardaq. X plus y bərabərdir 16'ya. X, y 4 verib. Onda x plus y'imiz nə verəcək? Elə 16'ını 4'ə bölündə yenə 4 verəcək, verməyəcək? Verəcək. Bax, x, y'imiz də 4'dür. X plus y'imiz də 4'dür. Görə bizə nə istəyir buradan indi? Bizə görə nə istəyir? Deməli, x, y'imizi 4 verib, x plus y'imiz də 4'dür. Qışa solda. Görə necə alacaq biz bunu? Əvvəz eləməklə yazaqdır. Məncə əvvəz eləməklə yazacaq elə. X bərabərdir 4 çıx y-ə. O x'in 4 minus y vuracaq. Y bərabərdir 4'ə. 4y çıx y kvadratı minus 4 bərabərdir 0'a. Hər tərəfi mənfiyə vuraq. Plus 4 bərabər 0'a. Bu da y minus 2'nin kvadratının açılışıdır. Onda y'imiz olur 2. Y'imiz 2 sonra deməli x'imiz də 2'dir. Y də 2, x də 2'dir. Çünki 2'nə 2'nin cəmi 4 verir. 2'nin 2'yə vuranı 4 verir. Və nə istəyir bizdən? X'in kvadratı plus y. Yəni x'in kvadratı 4 verəcək. Plus y'imiz də 2. Cavab 6. D variantı. Həll edin deyir. Hücnə lilidir. Birinci tənədə x, y ortaq məxrəc. Sonra üstünə gələndə deməli olur y plus 2x bərabərdir 3'ə.
Və. Buradan da x y'imiz 1'dir. İkinci tənliyi həll etsək, belə deyirik. 2-ni nəyə böləndə 2 alırıq? 1'ə böləndə. Düzdür? X y'imizi 1 aldıq ikinci tənlikdən. Gətirib yerinə qoyanda y plus 2x'imizi 1'ə böləndə elə supramoy 3'a bərabər olur. Buradan y bərabərdir 3 çıx 2x yazırıq. Aparıb burada harda y varsa yerinə 3 çıx 2x bərabərdir 1 yazırıq. 3x çıxılsın 2x'in kvadratı bərabərdir 1'ə. Mənfiyə vururam. Plus 1 bərabərdir 0. Artıq biz burada pişmiş sayılırıq. Uşaqlar sizə bir şey öyrədəcəm. Deməli bu 2'dir, bu mənfi 3'dür, bu 1'dir. Əgər ABC əmsalların cəmi 0'a bərabərdirsə, köklərindən biri 1, digər kökü isə C böl A'ya, yəni 1 böl 2'yə bərabərdir. Bunu bilməyənlər də öyrənsinlər. Həmişə bu belədir. ABC'nin cəmi 0'a bərabər olur. Həmişə qısa yol belədir. İndi bax, deməli nə idi? Uşaqlar x1 tapdıq, y1'i tapaq da. Deməli y1 bərabərdir. Aparıb yerinə qoyuram. X-ini 1 qoyanda 3 çıx 2 bərabərdir 1'ə. x1 y1 hər ikisini 1 tapdıq. 2'də 1 qoyanda y bərabərdir 3 çıxılsın 2 vurulsun 2'də 1 də cavabı 2'yə. y2'də 2 aldıq. Deməli x1'imiz 1 olanda y1'imiz də 1 oldu. 1 1 2'də 1 olanda da cavabı 2 aldıq. Cavab elə B variantı olmuş oldu. Qutardı getdi. 9-cu sualda tərəf tərəfə çıxaq bərabərdir 16'ya. Belə yazsaq daha yaxşı olar. Yox. Əlbəttə ki, yox. Tərəf tərəfə toplayaq. X kvadratı plus 2xy. Tərəf tərəfə toplayıram 9-cu sualda və bərabərdir 64'e yazıram. Onda x plus y'imizin kvadratı nəyə bərabər olacaq? 64'e. Tamam. 64'e. Və. Biz bunu nə istəyir? Bizə nə istəyir? Onda x plus y'imiz nəyə bərabərdir? 8'e. Tamam mı? O mən 8 yazsam modulda istəyir cavabı deyə. Onun bir fərqi olmayacaq. Və sonra nə edirəm mən burada? Aparıb birinci tənlikdə y-i çölə çıxardıb y plus x bərabərdir 40 deyil. Bu götürüb yerinə 8 yazıram. Onda y-i nə alacaq? 5 alacaq, almayacaq 48'e böləndə 5. Y-imiz 5 isə x-imiz nəyə bərabərdir? 3'ə. Də 5 nədən də 8 verir? 3'ə. Hasilini soruşan neçə verəcək? 15. Müəllim, mən 8'də mənfi 3 niyə götürmədin? Əslində şey götürsə nə ilə modula işlədiyiniz cavab 15 verəcək. 11-ci sualda burada x deməli uşaqlar birinci tənliyi mən nə edirəm? Birinci tənliyi hər tərəfini 3'ə vururam. 6 bölü 2 3 bölü y bərabərdir mənfi 12'yə. İkinci tənliyə dəymirəm. Müəllim niyə belə elədim? Çünki y-ləri bərabərləşdirib toplamaq istəyirəm. Tərəf tərəfə toplayıram. X-lər olacaq 14 bölü 2, bu da 7'yə bərabərdir. Bunlar gedir axı. 14'ü nəyə böləndə 7 verir? 2'yə. X'i 2 aldı. Opar birinci yerdə yerinə qoy. Birinci tənlikdə 2 bölü 2 çıx 1 bölü y bərabərdir mənfi 4'ə. Bu 1 eləyir. 1 bölü y bərabərdir mənfi 5'ə. Mənfilər getdi. Y də bərabərdir 5'də 1 olur da, düzdür? 5'ə. Cavab 5'də cavab nə verdi bizə? Deməli 5y bərabərdir 1'ə, y böldür 5'də 1'ə də düz evində. Y'imiz 5'də 1'dir. 2'ni də 5'də 1'ə böləndə, bax 2'ni də bax, daha doğrusu ya da 2'ni də 5'də 1'ə böləndə x y bölməmizi istəyir axı. Cavab 10 eləyir, eləmir? Eləyir 10. Qutardı getdi. Bu da belə cavab varmı onun? A variantı olmuş olur. 13-cü sualda eyni sualdır. Baxın, eyni sualdır. Hər tərəfin 3'ə vuraq. 3 birinci tənliyi 3 bölü 2, 3 bölü y bərabərdir 3'ə. 1 bölünsün 2x, üstdə 3 bölünsün y bərabərdir 4'ə. Tərəf tərəfə toplayaq. 3 bölü x ilə 1 bölü 2x toplayıram. Bərabərdir 7'yə. Bunlar gedirlər. Müəllim 2x ortaq məxrəc. 6 plus 1 bərabərdir 7'yə. Qəşəng. 7'ni nəyə böləndə 7 alırıq uşaqlar? 1'ə. Deməli 2x-ə nə dayanmalıdır? 1 dayanmalıdır. X-imiz də olur 2'də 1. Bu qədər bəsit və qəşəng sualdır. B variantı. 15-ci sualda mən belə yazmaq istəyirəm. X-in kubu plus y-in kubunu belə yazıram. X plus y. X-in kvadratı plus xy plus y-in kvadratı kimi yazmaq istəyirəm. Bərabərdir 2. Belə yazdıq. Sonra nə edə bilərik? Yazarıq. Sonra necə yaza bilərik?
Deməli x y vurulsun x plus y 2 verib bizə. Bəlkə tərəf-tərəfə çıxaq elə. Çıxanda məncə alarıq cavab. Niyə belə eləyirəm ki mən? Mən də tərəf-tərəfə çıxsam daha rahat almış olaram. Misala baxın. İkincisini vurub atsaq x kvadratı x-in kvadratı y üstə x y-in kvadratı bərabərdir 2-yə. Tərəf-tərəfə çıxıram hamısını. X-in kubu çıxılsın x-in kvadratı y çıxılsın x y-in kvadratı plus y-in kubu bərabərdir 0-a deyə yazdım. Yazdık. Sonra ne edəcəyik? X'in kubusu y kubunu 2 yazsam. X y'yi de o tarafa atsam. X y x plus y'de 2. A. Neyse səhv elədim. Bu ile x çıx y'in. Gözləyin. Bunu 3'ə vursaq daha rahat görərik də. İkinci tənliyi 3'ə vursaq. 3, 6 yazaq da. 3'ə vuraq ki, düsturu alaq da biz. Bu olur belə. Olmur mu tərəf-tərəfə toplansaq daha yaxşı alırıq amma x-in kubu tərəf-tərəfə topladım, çıxmadım. Tərəf-tərəfə topladım birinci ilə ikincini. Sadəcə ikincini 3'ə vurduq. Bu oldu mu x plus y-in kubu bərabərdir 8-ə. Tərəf-tərəfə topladım. 8 elədi. Onda nəyin kubu 8 verir? X plus y'imiz olacaq 2. X plus y'imiz 2 verdi. İndi diqqətli olaq. X plus y'imiz 2-dirsə, onda x y'imiz 1-dir də. Çünki ikinci tənlikdə x plus y'yə 2 qoysam cavab 1 alıram mı? Bəli, 1 alıram. Bizdən də kvadratları cəmini istəyir. Müəllim, kvadratları cəmini də belə yazaq da. X plus y'in kvadratı çıx 2x y yazaq. Kvadrat cəmi 2-dir, 4. Hasil də 1-dir. 2-ni bölümün 2 cavab 2. C variantı. Bu qəşəng sualıdır. 31 dənə olmuş. 17 də yazırıq ki, x plus y'in kvadratı çıx 2x y bərabərdir 8-ə. X y 4 verib. X plus y kvadratı bərabərdir 8 plus 2x y-ə. X y mənfi 4 verməyib mi? Cavab 0 eləyəcək mi? 8-ə mənfi 8-dən, bəli. Onda x plus y'imiz 0-a bərabər oldu. Onda x-imiz də mənfi y-ə bərabər olur mu? 100%. Bizdən x bölü y nisbətini istəyir. Müəllim, x-i yenə apar mənfi y qoy. Cavab mənfi 1. B variantı. 19-cu sualda iki ifadənin hasili 0-a bərabərdirsə tək-tək 0-a bərabər eləməyimiz məncə qəşəng olar. X-imiz olacaq mənfi 3. Niyə x-imiz mənfi 3? Müəllim, onsuz da y-in kvadratı plus 7. Birinci tənlikdə heç vaxt 0-a bərabər ola bilməz. Ona görə yalnız x-imiz mənfi 3 olanda birinci tənliyin cavabı 0 verər. Qəşəng. İkinci tənlikdə yerinə qoyuram. Mənfi 3 plus y-in kvadratı bərabərdir 27-yə. Y-in kvadratı bərabərdir 27 isə 936-ya. Y1-imiz 6, Y2-imiz də mənfi 6. Deməli, biz x-in yerinə mənfi 3 qoyanda bir dəfə 6 cavab D variantı. Bir dəfə 6 aldıq, bir dəfə də mənfi 6 aldıq. Qutardı, getdi. 21-ci sualda bizə nə deyir? 21-ci sualda bizə vurub açaq, deməli vurub açaq görə nəsə ala bilərik. Ya da ki, x y-i çölə çıxardıram. İkinci tənlikdən x y-i çölə çıxardıram. Olur x plus y bərabərdir 5 vurulsun x plus y-ə. Göy yazaq da görə x y-nə mənfi 9 verib. Mənfi 27 mənfi 9 verib x y. X plus y bərabərdir 5 vurulsun x plus y-ə. Mənfi 27x çıx 27y bərabərdir 5x plus 5y. X'ləri bir tərəfə yığıram. Mənfi 32x bərabərdir 32y. Onda belə olur. 32'ləri tullasaq, x'imiz mənfi y-ə bərabər olur. Düzdür? X'imiz mənfi y-ə bərabər olur. Müəllim, aparıb burada birinci tənlikdə x yenə mənfi y qoysam, hasilində mənfi 9'a bərabər eləsəm, mənfiləri tullasam, y kvadratı 9 olur mu? Olur. Belə baxdım. Y-in kvadratı 9'dursa qardaş, onda ilə x-in kvadratı 9 olacaq da. Çünki x-imiz mənfi y-ə bərabər deyil. Kvadrat olduğuna görə onsuz da müsbətə çevirməyəcək, çevirəcək. Cəmi də nə verəcək? 9'dan 9'un cəmi 18. 23-cü sualda. 23-cü sualda məncə açmalıyıq. Ən yaxşı yol açmaqdır. X kvadratı birinci tənliyi açıram. Plus 1 plus y-in kvadratı minus 4y plus 4 bərabərdir 17'yə.
x'in kvadratı çıx 4x plus 4 plus y'in kvadratı çıx 2y plus 1 bərabərdir 13'e. Tərəf-tərəfə çıxmaq istəyirəm. Bunlar getdilər. Bunlar da getdilər. Mənfi 2x-dən mənfi 4x çıxanda 2x qalır. Deməli, 1 ilə 4-ün cəmi 5 verir. 4 ilə 1-in cəmi 5 verir. Gedirmi bunlar çıxanda? 100% gedəcək. Sonra mənfi 4y-dən də mənfi 2y çıxanda mənfi 2y bərabərdir 4'ə. X minus y də bərabərdir 2'yə. Bu qədər sadə. Sizə çətin görsənir. Belə də asan əldə etmək olur. 25-ci sualda x, y hasilini soruşur. Müəllim, tərəf-tərəfə çıxaqmı, toplayaqmı? Toplamayaq. Bizdən elə x plus y-in kvadratı eləmirmi birincisi? İkincisi də, ikincisi heç nə eləmir, gözləyin. İkincisi heç nə eləmədi. İkincisi bir şey eləmədi. Mən tərəf-tərəfə toplasam nəsə ala bilirəm ki, gözlələ. Tərəf-tərəfə toplayanda 2x kvadratı, y-in kvadratları gedir. Plus 4xy bərabərdir 90'a. Düzdür. Aha, hər tərəfini 2'yə bölsə, x'in kvadratı plus 2xy bərabərdir 45'e. Bu da getmədi. Məncə bu yolda işləməyəcək. İşləyən yol məncə nə olar? Tərəf-tərəfə çıxaq. Çıxanda ya toplayaq, tərəf-tərəfə çıxaq. Çıxanda nələrsə gedəcək ya. X'in kvadratı edəcək olacaq. 2y kvadratı bərabərdir 90'a. Çıxanda x'in kvadratı edir, 2xy edir. 90 yoxu 9'a üz üstürəm. 49'dan 41, 8'ə hətta. 8'ə. Y'in kvadratı bərabərdir 4'ə. Y də bərabərdir 2'yə. Çünki natural ət deyib. Y'imiz 2 oldu. Opar yerinə qoyuram. Məsələn, birinci tənlikdə. X'in kvadratı plus 4. Plus 4x. Y'inə 2 qoydum. Bərabərdir 49'a. X'in kvadratı plus 4x çıx 45. 4'dən şey çıxdı. Mənfi 11 və mənfi 9 və 5. Mənfi 9 olmaz. Natural deyib. 5 və 2. Cavabda 10. D variantı. 27'də tərəf-tərəfə toplayaq. Toplayanda bizə bir şey verərmi görək? Hə, toplayanda bir şey verməz. Ya bilək onu deyək. Biz bunu tərəf-tərəfə bölək. Görək böləndə nəsə ala bilərik. Bərabərdir 20 böl 50. Bununla bu gedir. Bununla da bu gedir. Qalır x böl y bərabərdir 20 böl 50'yə. Bu sıfırları da atsaq 2 ilə 5 qarşılığı sadədir. Onda x'imiz 2, y'imizi 5 götürsək. Ödəyir mi görə hər ikisində? 4 vurulsun, düppədüzdə ödəyir. X'imiz 2, y'imiz 5. Bunu buna bərabər elədik. Bizdən x plus y, üstə x, y hasilini soruşur. Cavab 17. 29-cu sualda uşaqlar. Deməli, tərəf-tərəfə toplayıram. Verir 10x, çıxısın 6y. Bax, 9'lar getdi. Bu kəsirlər getdi 29'da. Tərəf-tərəfə toplayıram. Mənfi 28'ə. Hər tərəfin 2'yə bölürəm. 5x çıx 3y bərabərdir mənfi 14'ə. Düzdürmü? 100%. Və aparıb yerinə qoyuram. Mənfi 10'dur. Birinci sənədi yerinə qoyuram. Üzərinə 9 bölünsün 6x çıx y bərabərdir mənfi 15'ə. 9 bölünsün 6x çıx y bərabərdir mənfi 1'ə. Bunun üstə 6x çıxısın y bərabər eləyir mənfi 9'a. Bir dəfə nə eləyir? Mənfiyə vurdum. Nə eləyir? Və bir dəfə də bir şey almışdım. 5x çıx 3y-ni almışdım. Mənfi 14 almışdım. Gör, hardan oraya gətirdim misalı. Və bizə nə deyir burada? X-y hasilini soruşur. Gəl belə eləyək də. Birinci 3'ə vuraq. 18, 3y, mənfi 27. Tərəf-tərəfə çıxıram. Yuxarıdan aşağı 13x. Çıxanda bunlar gedirlər. Çıxanda olur mənfi 13'ə. X-imiz olur 1. Onda y-i də tapanda da apar belə burada yerinə yazıram. Bax. 9 bölünsün x'ini 1 yazanda 6 çıx y bərabərdir mənfi 1'ə. 6 çıx y bərabərdir mənfi 9'a. Y də 15. Y də böldür 15'ə. Tutar getdi. Bizdən x-i hasil soruşur. Cavab 15 olmuş olacaq. 31-ci sualda baxaq və deməli 31-ci sualı bizə deyir ki, yenə də əslində sualdır. Birinci tənliyin 2'yə vursaq 8 bölünsün x çıx y. 2'yə vuranda 24 bölünsün x plus y bərabərdir 3'ə. Yox, 6'ya. 8 bölünsün x çıx y. Çıxılsın 18 bölünsün x plus y bərabərdir mənfi 1'ə. Tərəf-tərəfə çıxdım. Çıxdım, yaxşı elədim.
40 bölünsün x plus y bərabərdir 7-yə. Səhv aldıq 7-ni. Əslində düz aldıq axı. Tərəf-tərəfə çıxanda onlar gedir. Tərəf-tərəfə çıxan 30 eləyir. Yox, düz eləyir. Yox, 42 eləyir. Mən 40 yazmışam. Deyirəm axı 7 bölünədə də olmalıdır burada. Aldıq 42. 24 üstü 18, 42. Deməli x plus y-imiz neçəymiş? 6. 42 nəyə bölün 7 verir? 6-ya. X plus y-imiz 6-dır. Üçünü də x minus y tapaq. 8, ikinci tənliyi yerinə qoyuram. Çıxılsın 18 bölünsün 6 bərabərdir mənfi 1-ə. Bu 3 verir. Mənfi 3. Sağa atanda olacaq 8 bölünsün x minus y mənfi 1 üstə 3 gələndə 2 verəcək. 8-i nəyə böləndə 2 alırıq? 4-ə. X minus y də 4-dür. Müəllim elə bizdən də bunun hasilini soruşmur. Vuruqları açsaq 6-nı 4-ə vuran nə verəcək? 24 vermiş olacaq. Bu qədər.